Saatın əqrəbləri bu formada dayanıbsa, Azərbaycan dilində deyirik ki, 9-a 12 dəqiqə işləyib. Amma ingiliscə 9-a 12 dəqiqə işləyib demirlər, 8-dən 12 dəqiqə keçmiş deyirlər. Yaxşı? Yəni məntiq budur. Və əgər o cümləni özümüz ingiliscə quraşdırırsa olsaq, 8-dən 12 dəqiqə keçmiş. 12 dəqiqə keçmiş, yəni 12 minutes past 8. Amma əgər qalıbsa, indi burada görürük ki, 9-a 24 dəqiqə qalıb. Qalıbı da demək üçün to lazımdır bizə. Yəni 24 minutes to 9. 9-a 24 dəqiqə qalmış. Deməli, öyrəndiklərimizi ümumiləşdirsək, əgər neçə isə işləyibsə, bizə past lazımdır. Əgər neçə isə qalıbsa, to lazımdır. İndi isə icazənizlə bu işin bəzi xırda məqamlarını da deyim sizə. Əgər burada 12 dəqiqə yox, 10 dəqiqə keçmiş olsaydı, elə olanda bu minutes sözləri bizə ehtiyac olmayacaqdı. Çünki əgər 5 dəqiqə, 10, 15, 25 dəqiqə işləyibsə və yaxud qalıbsa, elə olan hallarda bu dəqiqə sözünü ifadə etmək üçün minute sözünə ehtiyacımız olmur. Birbaşa 12 past 8 deyəcəyik. Və yaxud əgər burada 20 dəqiqə qalıbsa, onda da 20 to 9 deyəcəyik. İkincisi, saat əgər yarısıdırsa, 9-un yarısıdırsa, daha deməyəcəyik ki, 8-dən 30 keçib, yaxud 30 dəqiqə keçib. Yarım saat olanda half deyəcəyik. Half past 8, yəni 8-dən yarım saat keçib, bu deməkdir ki, 9-un yarısıdır. Üçüncüsü də ki, əgər 15 dəqiqə işləyibsə və yaxud qalıbsa, onda da 15 rəqəminin özünü deməyəcəyik, əvəzinə quarter deyəcəyik. Yəni, quarter past 8. 8-dən quarter keçib, yəni 8-dən 15 dəqiqə keçib, bu deməkdir ki, 9-a 15 dəqiqə işləyib. Ümumiyyətcə, bu quarter 4də 1 deməkdir. Məsələn, quarter var, 25 sentə deyirlər. Çünki 1 dollar 100 sentdir deyə, 25 sentdəki 100 sentin 4də 1-dir deyə, 25 sent olur quarter. Yəni 15 dəqiqəyə də ona görə quarter deyirlər ki, 1 saat 60 dəqiqədir deyə, 15 dəqiqədə saatın 4də 1 olduğuna görə quarter olur 15 dəqiqə. Son olaraq bu sxemi ekrana qoyuram ki, esi salıb daha yaxşı yadda saxlaya bilərsiniz. Bir də ki, əgər mövzunu yaxşı öyrəndinizsə, kommentlərdə yazın görək, ekrandakı saatlar neçəni göstərir.